Azərbaycan Hava Yollarının Praqa-Bakı reysini həyata keçirməli olan təyyarəsinin trapında sərnişinlərin narahatlığına səbəb olacaq insident yaşanıb. Today Press TV xəbər verir ki, yanvarın 5-də baş verən hadisə ilə bağlı Praqada yaşayan azərbaycanlı öz sosial hesabında məlumat verib. O qeyd edib ki, bir nəfər gözləmə zalından qeydiyyatdan keçmədən qanunsuz şəkildə hava gəmisinə keçməyə cəhd göstərib. Onu saxlamaq üçün aeroportun təhlükəsizlik xidməti, polis əməkdaşları, qaramaskalı şəxslər, xüsusi təlim görmüş itlər cəlb olunublar və həmin şəxs zərərsizləşdirilib. Təhlükəsizlik xidməti əraziyə gələnə kimi həmin şəxslə əlbəyaxı olan təyyarə bələdçisi ona təyyarəyə keçməyə imkan verməyib. Oxu Azın sorğusuna cavab olaraq Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti faktı təsdiqləyib. Praqa hava limanından isə reporta bildirilib ki, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Bakıya uçuş həyata keçirən reysi ilə bağlı yaranmış insident təhlükəsizlik orqanlarının yurisdiksiyasındadır və Çexiya polisinin səlahiyyətlərinə daxildir. Qeyd edilib ki, Praqa hava limanı Praqa-Bakı reysində baş vermiş hadisə və ya bu işdə iştirak edən şəxslərlə bağlı əlavə məlumat vermək imkanında deyil. Məsələ təhlükəsizlik orqanları tərəfindən araşdırılıb və Çexiya polisi tərəfindən səlahiyyəti çərçivəsində icra olunur. Namiq Abbasov, Today Press TV.